220 nömrəli tamaşa məktəbinin 11 sinif şagirdiyəm. Mövzum Azərbaycan Səlcuq imperiyasının tərkibində. 11-ci əsrin ortalarında Ön Asiyanın ictimai, siyasi, mədəni, iqtisadi həyatında bir sıra hadisələr baş verdi. Səlcuqlar baş verdi. Səlcuqlar Oğuz türkləri ilə 22-24 türk tayfasını birləşdirən Oğuzların başçısı Oğuz Xaqan idi. 9-cu əsrdə Xəzər dənizindən Sırdərya çayına qədərki ərazilərdə yaşayırdılar. 11-ci əsrin əvvəllərində Oğuzların bir hissəsi Xorasandan köçərək yaxın şərq ölkələrinə, digər hissəsi isə Xəzər dənizindən köçərək Şərqi Avropaya yayıldılar. 10-cu əsrdə Səlcuq türkləri totemlərə və şamanlara sitayiş edən vaxtda Səlcuq bəyin dövründə İslam dinini qəbul etdilər. Səlcuqlar Mərv yaxınlığında həllici döyüşə girdilər. 3 gün davam edən döyüşdə Səlcuqlar Qəznəlilər üzərində parlaq qələbə qazandılar. Dəndənəkan qələbəsi Səlcuqların Mərkəzi Asiyada mövqeyini möhkəmləndirdi. İrana və İraqa yollarını açmış oldu. Toğrul Sultan elan edildi. Dəndənəkan qələbəsindən sonra Mərv yaxınlığında 1041-ci ildə Qurultayda toplaşdılar və onlar Qəznəlilər və Qarxanlarla toqquşmaqdansa Cənubi Qafqaza, xüsusilə Azərbaycana yürüş etməkləri qərarı alındı. Daha sonra 1055-ci ildə Sultan Toğrul hakimiyyətini və Abbasi xəlifəsinin nüfuzunu möhkəmləndirmək üçün Bağdada daxil oldu 1055-ci ildə. Daha sonra isə